Bilirsiniz, Amerika görür ki, bu artıq bu sanksiyalar və s. İranın 1979-cu ildən düşdüyü bu siyasi iqtisadi vəziyyət yavaş-yavaş İran hakimiyyəti üçün ilbəil çətin olur. Hər dəfə üsyanlar baş verir və s. və bundan istifadə edərək istəyir İranı tam da sıxsın. Sıxsın ki, İranlı xalq artıq onların fikrincə nəhayət ki, tam bir dəfəlik ayağa qalxıb İran belə deyək, hakimiyyətini devirsin, çevirsin və Amerikanın maraqlarına uyğun olaraq bir hakimiyyət İranda başa gəlsin və o hakimiyyətlə İsraillə münasibətlərini düzəltsin, Amerika ilə münasibətlərini düzəltsin və onlar İran neftinə də Amerika sahiblənsin. Yəni Trumpın hədəfi məqsədi odur ki, əsasən neftlərə, böyük neft ölkələrinə sahib çıxmaqdır. Yəni indi Venezuelaya düz hələ də tam prezidentlərini oğlasalar da Venezuelaya hələ tam sahib çıxa bilmirlər. Çünki Venezuela eyni rejimdə, eyni hakimiyyət, yəni sadəcə o prezidentinin yoldaşı ilə oğladılar. Eynən də indi İranla da başqa yolla etməsi. Bilək ki, indi Xamneyini oğlaya bilməyəcəklər. Çünki niyə? Çünki indi İran Venezuela deyil. Yəni Xamneyini biraz çətin doğramaq. İranı da başqa cür, yəni hər öz zəif yerindən istifadə edib sıxmaq istəyir və bu yöndə də bu belə deyək, stavkaları maksimum qaldırmaq istəyir ki, İranı çəmbərə alıb istədiyini ala bilsin. Yəni qarşıdurmalar, bu qarşılıqlar davam etsin İranda və nəhayət ki, öz istəyinə nail olub rejimin dəyişilməsinə nail olsun.